Peyğəmbərin təkcə xasiyyəti mərhəmətli olmaq deyil. Peyğəmbər mərhəmətli idi o öz yerində. Amma Peyğəmbər Allahın ilahi rəhmətin təcəssümü idi, təzahürü idi. Ki, deyir, Peyğəmbər salawatullahın ən çox namaz üstü oxuduğu ayələrdən biri bu idi ki, İn tuazzibhum fe innahum ibaduk ilahi. Əgər onlara, yəni Həzrətin məqsədi ümmətinin dərdini çəkirdi. Əgər onlara əzab vermək istəsən, bil ki, onlar sənin bəndələrindir. Və in təğfir ləhum fe innəkə entəl azizul hakim. Əgər onları bağışlasan, sən yenilməz qüvvət və hikmət sahibisən. Yəni, sənin qüdrətindən, səltənətindən heç bir şey azalmayacaq. Onları bağışlamağın sənin izzətindən zərrə qədər də azaltmayacaq. Çünki sən yenilməz qüvvət sahibisən. Bağışlasan, yenə də qüvvət sahibisən, yenə də qalibsən, hikmət sahibisən. Sonra deyir, bu ayədən sonra deyərdi ki, Allahım, ümmətim, ümmətim. Ki, belə deyəndə Allah Teala Cəbraili yer üzünə nazil edir. Ki, ey Cəbrail, ged mənim rəsuluma çatdır. Ged Muhammədə de ki, Allahümə sallallahu Muhammədə ey Rəsulum, biz səni ümmətin haqqında narazı qoymayacaq. Yəni, elə şəkildə rəftar eləyəcək sənin ümmətindən, ümmətin barədə bizdən razı qalacaqsın, səni razı salacaq. Sonsuz mərhəmətinə işarə edir. Allahın özü mərhəmətdir, Peyğəmbəri özü rəhmət Peyğəmbəri. Ona görə Əli əleyhissalam buyurur ki, Ər-Rəhmətu Cəvharun fi qulubil əbrar. Mərhəmət salih bəndələrin, yaxşı insanların qəlbində yerləşən bir cövhərdir. Mərhəmət bir cövhərdir ki, onu Allah Teala möminlərin, salih bəndələrin, yaxşı insanların qəlbində yerləşdirib. Ki, mənası da bundan ibarət ki, bilirsiniz, qəlbin 3 halı var. İnsan qəlbi 3 cür ola bilər. Ya insanın qəlbi qəddar olar, qəddar qəlb sahibi olar, ya qəlbi laqeyd olar, biganə yanaşar məsələlərə, ətrafındakilara, ya da ki, mərhəmətli qəlb olar. Ona görə Əhl-i Beyt əleyhimussalam bizə hədislər vasitəsilə çatdırırlar ki, müminin qəlbi rəhmətin məkanıdır, ilahi mərhəmətin məskənidir. Yəni, deməksə ki, mümin olan şəxs ilk növbədə Allahın rəhmətinin təcəllasıdır. İmanlı olan şəxs, namaz qılan şəxs, məscidə gedən şəxs ən çox rəhmət, mərhəmətlə yanaşmağa o layiqdir. İnsanlarla ən çox rəhmətlə, mərhəmətlə onlar davranmalıdır, möminlər.